Salam, Aztecer kanalına hoş gördük her birinizi. Uzun zamandan sonra her videoda dediğim kimi yine de sizlerin karşınızdayım. Yani bugün tamamıyla farklı bir mövzu, gündemde olan bir mövzu. Uzun zamandır seçmeyi istediğim, sadece bir türlü vaxt tapıp çəkə bilmediğim, imkan olmadığı başlık hakkında sizlere videonu çekmeye karar aldım. Video başlamamıştan önce o bir isteğim olacaktır sizlerden. Videonu öyle buradaca dayandırın. Maksimum 3-5 saniyenizi alacaktır. Bir adet beğeni, bir adet de yorum yazarak yani videomuza destek olabilirsiniz. Həqiqətən ya siz özünüz bilirsiniz ki, YouTube'un algoritması nədir? Bəyəni, daha çox izlənmə, daha çox bəyənmə, daha çox şərh yazması videomuzun üstə çıxmasına səbəb olur. Sizdən qısaca, yəni böyük bir şey istəmirəm. 3 saniyə, 5 saniyə yazaracaq. Videonu burada dayandırın. Bir adet bəyəni, bir adet də yorum yazarak, şərh yazarak bizlərə dəstək ola bilərsiniz. Çünkü çok insanların hem benden soruşanlar hem etrafında hem programistler olsun hem yeni başlayan bu sahaya insanlar olsun daima bu suallar, bu fikirler insanları yani her biri bu sualları verir. Yani programcıların sonu mu geldi? Bu süni intellekt de yani yapay zeka diye, süni intellekt diye bu AI engineering bizim işimizi bitirdi mi? Bitirdi. Bəli var ki bitirdi. Artık programlaştırma öğrenme değiller. Yani belə deyək, bu sualları daha çok insanlar verir. Yani ben özüm de görürüm, hatta LinkedIn'da olsun veyahut da ki bu sahadan olan olmayan insanlar olsun. Yani olan insanlar yok. Olmayan insanlar değiller ki programlaştırma öğrenmeyin, programlaştırma bitti, yapay zeka bitti. Yani bunu belə demək istəyərdim. Çok belə suallar gəlir. İnsanlara bir qədər bunaltıcı suallardır yəni bunlar da. Bu sahəni öyrənmək istəyən insanlara, gənclərə yəni bu başlamamışdan bu sözü deyirlər. Yəni bircə onu demək istəyərdim ki, qısaca videoya məğzına onu demək istəyirəm ki, bircə dənə sizdən istəyim odur ki, sizə hər hansısa bir bunun sözünü deyən, yəni sual olaraq deyil, yəni sizə deyə bilər ki, yapay zeka işinizi, süni intellekt işinizi bitirdi mi? Bu başqa bir sual, amma yox. Sizə bu süni intellekt və yaxud da ki, yapay zeka sizin sahənizi əlinizdən aldı, sizə artıq ehtiyac yoxdur falan. Bu sözü deyən insanlara bir tək bunun sualını verin. Bir tək bunun sözünü deyin. Deyin ki, sən özün hansı sahə ilə məşğulsan? Məsələn, deyə bilər ki, müəllimlik olsun və yaxud da hər hansısa bir sahə olsun. Yəni sən də ona bu tip sual ver ki, denən ay insan, ay gözəl insan, sən mənim sahəmin bitdiyini düşünürsən, mənim sahəmə, yəni mənə bu sözü deyirsən, sən özün haqqında heç düşünmüsənmi? Yəni yapay zeka bu süni intellekt bir proqramlaşdırma olduğu bir yani programlaşdırmanın bir sahəsi olduğu peşənin sən bitdiyini deyirsən. Bəs sənin sahəni necə? Bitirdi mi? Sən özün öz qeydinə qalırsanmı? Yəni sən özün o problemi get sən özün üçün düşün. Yəni en azından yəni beləcə deyə, yəni bu şəkildə yəni həmin o sözü deyən insana demək olar. Ona göre yani çünkü yeri deyirəm, hər hansı bir sahəni öyrənmək istəyən insana və yaxud da ki bu sahəyə yeni başlayan insanlara yəni bunun qabağını alacaq çox belə tipdə insanlar olacaq. Yəni siz də onlara heç birini yəni türk dilində desək aldırmayın, heç bir vecinizə almayın, qoyun danışan danışsın. Yəni qısaca belə bir örnək də vermək istəyərdim. Belə deyək. Yəni ta keçmiş zamanda indi yadımda deyil neçənci illərdə avtomobillərlə bağlı, yəni belə düşün. İlk avtomobilin icad olunması. O zamanda necə idi? Yəni ilk o dövrlərə kimi deyək ki, atlarla, yəni yük arabasını, yüklərin hər birini atlarla daşıyırdılar. Nə bilim o sahədə işləyən insanlar vardı, yəni nalbəndlər olsun, at baxıcıları falan filan. Avtomobil icad olunda həmin o dövrdə eyni bu dövr kimi necə oldu? O sahənin insanları artıq fikirləşməyə, qorxuya düşməyə, panikaya düşməyə başladılar ki, bu araba çıxdı, maşın çıxdı, yəni artıq bizim sahəmizi əlimizdən aldı. Eləmi oldu? Gəlin indi isə qısaca onu deyək ki, yəni o dövrdə hansı sahələr var idi? Yəni deyək ki, nalbəndlərdir, nə bilim at baxıcılar olsun, at sürənlər olsun, atla yük daşıyanlar olsun, atla nə? Yəni at bütün işini atlarla, yəni bu heyvan gücü ilə yerinə yetirən insanlar qorxuya mı düşdülər, yoxsa bu sahə bitdi mi və yaxud da ki, bu yeni bir sahənin başlaması insanları bitirdi mi, insanlığı yəni bitirdi mi? Yox, xeyr. Yəni bunun avtomobilin icad olunması nəyə səbəb oldu? Yeni sahələr, yəni belə deyim, yəni daha da böyük, daha da çox sahələr inkişaf etməyə başladı. Yol mühəndisliyi, avtomobil dizaynerliyi, nə bilim, yanacaq doldurma işçiləri, avtoservislər, avtomobil satış mütəxəssisləri, nə bilim, yəni taksi, nəqliyyat, daşımacılıq işləri, yəni bu insanlığa nəyə səbəb oldu? İnsanlığın işini köməkləşdirdi. İnsanların aylarla, illərlə gördüyü işəcəyə, günlərə, saatlara səbəb olmasına səbəb oldu. Yəni siz də demək istədiyim odur ki, yəni bu sözü deyən insanlara boş verin. Öz sahənizə baxın. Yəni hər hansısa bir şeyin çıxması o sahənin bitməsi demək deyil. O sahədə yeni bir sahələrin, yeni bir iş gücünün yəni yaranmasına səbəb olur. Tamam mı? Yəni
ona görə də yəni beləcə deyək, artıq süni intellektdə siz onu fikirləşin ki, mən artıq süni intellekt çıxdı, yapay zeka mənim işimi necə eləyə bilərəm? Yəni nətər eləyə bilərəm ki, mən burada ayaq üstə qalım? Yəni mən burada çörək qazana bilim. Ona görə də nələr etməliyik? Yəni hər hansısa bir artıq çünki biz bilirik ki, yapay zeka ilə hansı sahələr olduğunu artıq azdan çoxdan bilirik. Yəni bizim əsas məqsədimiz bu sahəni öyrənən insanlar və yaxud da ki, bu sahədə işləyən insanlara, yəni ki, belə deyərdim ki, süni intellektlə mən işimə necə inteqrə eləyə bilərəm, inteqrasiya eləyə bilərəm. Yəni yeni bacarıqlarımı öyrənməyim artıq daha da asanlaşıbdır. Yəni mən bunu üçün ayaqda qalmam üçün bunu yeni bacarıqlar öyrənmək məcburiyyətindəyəm. Süni intellektdə rəqib yox, özümə bir köməkçi vasitə görməliyəm. Qabağıma yoxsa çıxan bütün suallar, hə, yazılım bitdi, proqramlaşdırma bitdi. Hə, mən onların o sözünün arxası ilə gedim də artıq proqramlaşdırmanı buraxım, deyim ki, hə, yox, öyrənmirəm, çünki yapay zeka mənim işimi görür. Yox, xeyr, elə deyil. Yəni özünüz də həqiqətən görəcəksiniz. Yəni mən də yazacağam və yaxud da görəcəksiniz. İlərləyən zamanda da bax bunun şahid olacaqsınız ki, yəni kimlər ki, mən dediyim bu başlıqlarla süni intellektə öz işinə inteqrasiya eləyənlər, yeni bacarıqlar öyrənənlər və yaxud da ki, süni intellektə özünə rəqib olaraq yox, bir köməkçi kimi görən insanlar, yəni ayaq üstə qalacaqlar. Onlar özünün daha da çox çörək qazanacaq. Yəni deyək ki, əvvəllər proqramlaşdırma ilə məsələn atıram, yəni 1000 manat qazanırsa, artıq freelanceri daha da çox inkişaf edib, çoxlu işlər görərək. Hətta şirkətlərdə də belədir. Deyək ki, bir şirkət 6 ay da əvvəllər keçmişdə 6 ayla məsələn bir projeni yerinə yetirilirsə, bitirilirsə, artıq bu yapay zeka ilə, yəni mən görürəm, özüm də şahid oluram ki, yəni yapay zekanı öz işinə inteqrasiya eləməyə çalışır ki, yəni deyək də əvvəllər 3 aya başa gələn bir front-endi artıq 1 aya başa gəlirlər. Yəni kod yazmanı azaldır. Yəni bu da nəyə səbəb olur? Şirkətlərin 6 ayda bir dənə iş yox, 6 ayda 2 dənə, 3 dənə iş görməsinə səbəb olur. Bu da daha çox iş görməsi, daha çox pul gəlməsi, daha çox gəlir gətirməsinə səbəb olur. Tamam mı? Yəni ona görə belə tipdə suallar verən insanlara heç vecinizə almayın. Hətta öz yaxınınız olsa denən ki, denən mənim qeydimə qalma. Sən get öz qeydinə qal. Ay insan, bir kəlmə başa düş, denən ki, sən yazılım bitdi düşünürsənsə, bəs öz sahən bitdimi, bitmədimi, ayaq üstə mi qalacaq? Yazılım yox, bitəcək, sənin sahən ayaq üstə qalacaq. Yəni sən o insanlara bu tipdə, yəni ona acıqlanıb, ona hirslənib, yox, yazılım bitmədi, o sualı onu izah eləməkdənsə, bircə dənə bunu deyirsən ki, denən hə, yaxşı, yazılım bitdi, deyək. Yəni sən elə fikirləşirsən. Sənin sahən necə? Sən özünün qeydinə qalmısanmı? Sənin sahən ayaq üstə qalacaqmı, qalmayacaqmı? Sən o sahədə necə eləyəcəksən? Tamam mı? Sadəcə bunu yaradan, yəni süni intellekt yaradan yapay zekadır falan filan. Bunu yaradan proqramistlər olduğuna görə proqramistlər daha çox göz önündədirlər. Ona görə insanlar deyirlər ki, hə, yox, proqramlaşdırma bitdi. Yəni belə deyim, software engineering bitdi, artıq oxumağa ehtiyac yoxdur. Tamam mı? Ona görə göz önündə olduğundan daha çox. Yəni deyək ki, bu avtomobil sahəsində bir icad olsaydı, avtomobil işi ilə məşğul olan insanlara həmişə veriləcəkdi ki, avtomobil sahəsi bitdi falan filan. Hə, yəni absurd sualları boş verin. Ona görə də mən belə deyim, sizlərə də bir növ tövsiyəm, yəni bir dost kimi, bir əməkdaş kimi, bir bu sahədə irəliləyən bir insan kimi sizlərə demək istəyərdim ki, heç vecivizə də almayın. Tam tərsi bu sahəni özünüzə inteqrasiya etməyə çalışın, işlərinizi yüngülləşdirəcək, işlərinizi belə deyim, yəni hə, heç bir şey etmirəm, artıq o da başqa bir şey. Yəni davam etməyə çalışın, görəcəksiniz ki, necə də sizə uğurlar qazandıracaq. Tamam mı? Bu da belə. Bundan sonra isə yəni artıq bir qədər danışdım və indi isə gəlib keçid almaq istəyirəm. Artıq növbəti başlığımıza keçid almaq istəyirəm. Yəni ekranda növbəti başlığımız, yəni bilirsiniz ki, yəni proqramasiyanın sonu gəlirmi, gəlmirmi bunu danışdıq yetəri qədər düşünürəm. Artıq kursor ide və süni intellektlə kod yazır. Yəni bunu belə deyim, necə deyək, kursor ide nədir? Yəni bu süni intellekti işimizə necə inteqrasiya eləyəcəyik dedik. Yəni biz necə ayaq üstə qalacağıq? Bunların üzərində biraz danışmağa çalışacağam. Ona görə də gəlin keçək alaq növbəti başlığımıza. İndi isə baxaq görək bu başlığımızda bu kursor ide nədir? Yəni bir də onu başlamamışdan öncə onu bildirmək istəyirəm ki, ola bilsin əgər videom həqiqətən çox böyük olduğunu görərəmsə, birləşdirdiyim zaman 2 video şəklində yerləşdirəcəm. Yəni əgər istəyərsinizsə birinci videonun davamı olaraq artıq kursor idenin nə olduğu, necə sahəmizə inteqrasiya edəcəyimiz, işimizi inteqrasiya edəcəyimiz haqqında olan hissəsini isə part 2 şəklində, yəni ikinci video şəklində paylaşacağım. İzləyə bilərsiniz. Yəni buradan artıq bu kod hissəsinə keçəcəyik. Tamam mı?
Yəni yenə deyirəm, bunu da bilmirəm hələ ki. Video çox uzun olduğunu görərəmsə, o zaman yəni uzun videolarda baxılmadığı nəzərə aldığıma görə. İndi isə gəlin başlayaq görək bu kursor ide nədir, necə inteqrasiya edəcək, bizim işimizi necə asanlaşdıracaq, necə problem yarada bilər, bunların suallara cavab tapmağa çalışaq. Birinci növbədə yəni onu demək istəyərdim ki, artıq yəni demək olar ki, hər bir kəsin istifadə elədiyi yəni yapay zeka, süni intellekt yəni araçları var. Yəni bunlardan ən məşhur tanınmış olan DeepSeek olsun ya da ki ChatGPT falan filan olsun. Artıq mən bunlarla yox, artıq kodumuzun içərisində, yəni bizim istifadə elədiyimiz deyək ki, Visual Studio Code var. Visual Studio Code yəni ilerleyen videoda içərisində də Visual VS kodun içərisində hansı yapay zeka araçları var, onlar da sizə göstərim. Sadəcə indi kursor haqqında öyrənəcəm. Sizi yeni bir süni intellekt aracı olan, birbaşa kod yazan, bizim işimizi, yəni dostumuz, qardaşımız olan bir ideyini tanış edəcəm. Bu da bir növ Visual VS Code kimi bir idedir. Yəni Integrated Development Environment idenin nə olduğunu bilirsin. Yəni kod yazdığımız bir araçdır. Texnologiya deyiləm, necə istəyirsə elə qəbul edin. Yəni gəlirik bunu kursoru yükləməyə. Ta burada necə yüklənir falan filan danışmayacağam. Bildiyinizi nəzərə alıram və kursoru yüklədik. Deyək ki, projemizi artıq ayağa qaldıracağıq. Birinci növbədə bu kursor nədir, necə istifadə olunur, onun haqqında qısa bilgi vermək istəyərdim. Gəlirəm bu kursoru ilk öncə ekranda hər hansısa bir, məsələn, bugünkü videomuzda mən qısaca olaraq to-do uygulaması eləyəcəm. Yəni ki, to-do uygulaması da ki, belə deyək, bilməyənlər üçün belə deyərdim. Yəni ki, öz işlərimizi eləyəcəyimiz bir, yəni to-do nədir? Etdiyimiz işlər, edəcəyimiz işlər, davam eləyən işlər, yəni işlərimizi nəzarət eləmək üçün bir proqram yaradacaq. Heç bir kod yazmadan, yəni birbaşa kursor vasitəsilə bu işləmləri eləyəcəyik. Ən basit olsun deyə, yəni hər kəs anlaya bilsin deyə ona görə to-do list qoyuram adım. Və gəlirəm to-do listi qoyduqdan sonra, yəni buradan da eyni bu VS Code kimi və sürükləyirəm bura, həmin bu qovluğu burada açıram. Birinci növbədə bu qovluğu açdığım zaman mənim ekranıma deyək ki, belə bir hissə çıxır. Bunlar nədir? Bunlar haqqında məlumat vermək istəyərdim. Gəlin buradan belə bir şey eləyək. Birinci növbədə bu kursorun, indi mən hal-hazırda bunun pro variantını, yəni pro deyə ödənişli variantını istifadə edirəm. Sizlərdə necə olduğunu, nə tür olduğunu göstərim. Gəlirəm birinci növbədə burada necə hesab açırıq, ona gəlirəm, baxıram. Gəlirəm mən buradan bu ayarlar butonuna tıkladığım zaman mənim qabağıma belə bir manage və yaxud da ki, mən də giriş eləmişəm deyə hesabıma belə bir hissə var. Manage hissəsinə klik edirəm. Sizdə ola bilsin başqa tipdə ola bilər, sign in falan filan ola bilər. Mən burada manage hissəsinə tıkladığım zaman mənim hesabıma giriş eləyirəm. Yəni mən də buradan Google hesabımdan giriş eləmişəm. Google hesabımı da gözləyirəm və beləliklə Google hesabım açıldı. Artıq burada mən ödəniş etmişəm. Yəni bu ödənişdə yəni sizdə bu şəkildə olmayacaq. Yəqin ki, burada limitlə verəcək sizdə. Məndə no limitdir və premium modellərdə isə 500-dür. Bunlar nə olduğunu da göstərəcəm sizə. Sizdə başqa tipdə olacaq. İndi isə buradan bunu göstərdim. İndi isə keçək bura. Burada isə manage hissəsində, yəni buradan görürsünüz, hesabınıza giriş eləyirsiniz. Hesaba giriş elədikdən sonra features hissəsi falan filan var. Burada mən bir dənə buna demək istəyərdim. Models hissəsi. Models nədir bu? Yapay zekanın modelləri şəklində fikirləşək. Süni intellektin modelləri şəklində fikirləşə bilərsiniz. Düz üstürəm də yəni belə deyə türkçə desək kafam qarışır. Gah yapay zeka, gah süni intellekt hamısı eyni şey olduğunu bilin. Gəldik buradan hər hansısa bir istədiyimiz, yəni bax özünüz görürsünüz məndə pro variantı olduğuna görə, ödənişli variantı olduğuna görə buradakı bütün hər bir demək olar ki, açıq şəkildə istədiyimə klik eləyə bilərəm. Sizdə ola bilər bu sınırlı şəkildə ola bilər. Ona görə də bunlar yəqin ki, böyük ehtimalla sizdə Cloud 3.5-lər falan filan bunlar olacaq, ya olmayacaq sizdə. Mən isə buradan görürsünüz, yəni GPT-4o və yaxud da ki DeepSeek görürsünüz, bütün modellərin, yəni o süni intellektin bütün modelləri burada hal-hazırda aktiv variantdadır. Bir də onu da demək istəyirəm ki, mən buna 20 dollar ödəniş eləmişəm. Yəni bu buradan bu şəkildə, yəni çox bahalı bir şey deyil. Bir aylıq 20 dollarda 500 ədəd premium modellərdə, amma GPT-4o mini və yaxud da ki kursor small, indi bunlar nə olduğunu da göstərəcəm. Limitsiz sayda belə deyək, sorğu göndərə bilirik, tamam mı? İndi isə gəldik bura. İstədiyim modelləri seçərək, bax buradan hansını istəyirsən klik elə və yaxud da ki kliki qaldıraraq bu şəkildə gəlib beləcək şəkildə istifadə edə bilərik. Tamam. İndi isə bunların da nə olduğunu bildi. Bu rules hissəsi falan filan. Bir də onu da demək istəyirəm ki, ilərləyən hissələrdə isə siz özünüz hər hansısa bir API yaradaraq bu API vasitəsindən öz yapay zeka aracınızı, yəni belə deyək, bura inteqrasiya edə bilərsiniz. Bundan sonra isə gəldik keçdik, yəni bu rules hissələrdə, bunlar haqqında artıq detallı danışmama ehtiyac yoxdur. Bunları bağladıq və hesabımıza da giriş elədiyimizi və yaxud da indi deyək ki, pro hesab aldığınızı düşünərək gəlirəm bura. Normal olaraq VS Code kimi, yəni burada da görürsünüz, burada bizim işləyəcəyimiz qovluğun
hissəsi axtarış etməyimiz, GitHub-a deyək ki, bağlıdırsa bu GitHub hissəsidir və yaxud da ki, burada extension bölməsi. Normalda VS Code aşağıdan yuxarıda, burada isə soldan sağa. Eyni bunu VS Code kimi necə var, eynisidir demək olar. Sadəcə dizaynlar falan fərqli. Gəldi indi isə bura. Burada isə görürsünüz toggle panel və yaxud da toggle AI panel var. Toggle paneli açdıqda bu normalda bizim VS Code'da olan terminal problemlər, outputlar, çıxdılar falan filan hissəsidir. Və bunda isə bir də ki, bunu bağlayıram. Burada isə bir dənə belə bir işarə var. Gəlirəm bura. Bura klik etdiyim zaman mənə görürsünüz ki, belə bir hissə çıxdı və buradan baxırsınız. Yəni az öncə görürsünüz. Mən dediyim o modellərin hər birini hansını ki işarə qoymuşuq, hər biri burada açıq-aydın görsənir. Mən də istəyirəmsə, hər hansısa birini istəyirəmsə, yəni o şəkildə klik eləyərək onun sorğusu kimi eləyirəm. Tamam mı? Gəldik bura. İndi isə gəldik burada bir dənə başlamamışdan öncə belə bunun haqqında danışmaq istəyirəm. Bura daxil olduğumuzda agent var, ask var, bir də edit hissəsi var. Bunların nə olduğunu biz birinci növbədə bilməliyik ki, ondan sonra biz bunlar haqqında, yəni bunlarla bağlı iş görə bilək, tamam mı? Ona görə gəldik bura. Birinci növbədə ask hissəsi. Ona görə bunları izah etməyim üçün burada basitcə bir dənə index.html hissəsi yaradıram. Index.html yəni deyək ki, buradan beləcə yaratdım. Bir dənə style.css yaradıram. Style CSS bir dənə də app.js hissəsi yaradıram. Gəldim bura. Bura gəldim. Burada isə bunları yaratdıqdan sonra dedik bunlar haqqında nə olur? Bax birinci növbədə bunu demək istəyirəm. Görürsüz burada mən daxil oluram. Mənə görürsüz mən bunda fayllarımı yaratdığım zaman nə etməliyəm? Yəni fayllarımı inteqrə etməliyəm. Ona görə baxın, burada bu şəkildə mənə verdi. Yəni bu limitsiz sayda olur artıq. Pro hesablarda, yəni ödənişli hesablarda bu limitsiz sayda. Taba basaraq artıq script.js-imi, yəni burada script.js deyil, məndə app.js-dir. Adını dəyişirəm. Yəni mən bunu unutsam, mənə avtomatik deyir. Ondan sonra isə görürsünüz burada hello world sözü. Buna gələn basıram, tab yazıram. Ondan sonra gələn burada buna baxın. Bura gəldiyim zaman artıq CSS-in linkini əlavə etməm üçün mənə bu şəkildə tamamlamam üçün bir hissə. Mən də taba basaraq bunları tamamladım. Tamam mı? Bir də ki, bir dənə də belə bir şey qoyuram. Lorem 4 sözdən ibarət. Bu şəkildə açıq aktivləşdirirəm indisə. Bunu live serverdən açıram bunu. Eyni dediyimiz kimi VS Code'da olduğu kimi. Tamam mı? Gəldi indisə burada dedik ki, bunları izah edəcəm. Bu ask-dır, edit-dir, agent-dir. Bunlar nədir? Birinci növbədə ask-a gəlirəm. Ask, deyək ki, mən kodumda hər hansısa bir şey yazmışam. Deyək app.js-ə gəlirəm. Mən bu app.js-də qısaca basitcə belə bir şey yazacağam. Bax bunu beləcə yazdım deyək ki. Mən belə bir deyək ki, projemdə hər hansısa bir kodun nə iş gördüyünü mənə anlatması istəyirəmsə, ask vasitəsindən gəlirəm, ask-ı seçirəm. Buradan ask-ı seçdiyim zaman, bax bu kodu seçdikdə mənə görürsünüz, deyir ki, buradan gəlib seçmişəm artıq. Görürsünüz, bunun da üstünə gələndə mənə bu hansı hissənin seçildiyini deyir. Ask-ı seçdikdən sonra yazıram ki, yəni türk dilində, Azərbaycan dilində yəni fərq etmir. İngiliscə yazmanızı yəni məsləhət görürəm ki, yəni daha çox əliniz alışsın və həmçində ingiliscə kodlara yazılanlara daha yaxşı cavab verir. Ask-ı yazdıqdan sonra deyirəm ki, bu kodun nə iş yaptığını anlat. Yəni türkcə yazıram hələ ki. Tamam mı? Gəlirəm, gözləyirəm. Baxın, mənə hər bir şəkildə bu kod çox basit bir JavaScript kodu və şunları yapıyor. İki tane aynı olaya dinləyicisi event listener tanımlanmış. Hər ikisi də DOM content loader neysə. Yəni açıq aydın ask, yəni ask dediyimiz zaman hər hansısa bir kod indi burada ən basit bir şey oldu. Ən basiti olan kodu mənə sıralı olaraq, yəni elə bil bir proqramistin sənə anlatacaq. Elə bil bir ekip arkadaşla getmisən, onun vaxtını almırsan. Artıq bu nədir? Yəni bunun istifadəsi nədir? Həmin o komandada olan bir insanın vaxtını almamağına səbəb oldu. Özün burada yazdın, sənə onun hətta ondan da daha yaxşı anlatacaq şəkildə mənə izah elədi. Yəni bu da nədir? Artıq mənim projemi, yəni işimi daha da asanlaşdırma, həmin insanın vaxtını almamağıma səbəb oldu. Yəni görürsüz, inteqrasiya eləmək bu deməkdir. Yəni işimizi asanlaşdırır. Yəni mən buna düşmən gözü ilə baxma, yox, bitti falan filan, heç nə eləməyim, söhbətinlə olmur. Tamam mı? Bu ask hissəsi, yəni basitcə anlatıram, uzun uzadı olmasın deyə. Bu bir. Bundan sonra isə keçid alaq növbəti hissəyə.